Hər vaxtınız xeyir. Bugün sizə şəxsi tikili bir həyət evi çəkib təqdim edirəm. Çəkişə başladıq evimizin dəhlizindən. Bura bizim giriş qapımızdır. İndi həyətində sizə göstərəcəm. Başlayaq birinci yataq otağına. Bura evimizin birinci yataq otağıdır. Tam təmirdir, kombi sistemləri çəkilib. Yerləşim yeri Xırdalan şəhərində 2 və 9 nömrəli məktəblərə yaxın. Ümumi sot yarım torpaq üzərində tikilib. Uzun illərin evidir. Yəni ev çoxdankı evdir. Təzədən təmir olunub, çıxıb satışa. Qonaq otağını göstərdim sizə. Buradakı evimizin uşaqlar üçün olan yataq otağıdır. Evimizin hamamına ayar olsun. Qaz, su, işıq hamısı daimidir. Qeyd etdiyim kimi Xırdalan şəhərində 2 və 9 nömrəli məktəblərə yaxın ərazidir. Bu da ki, bax, belə bir mətbəxi. Çayımızın həyətinə, evimizin həyəti 9 daş kürsü üzərində tikilib. Altıdakı zirzəmi demək sizə göstərim. Evin yanına keçməyə yeri var. Və bu da ki zirzəmsidir. Bax, belə bir zirzəmi. Tam kupçadır. Yəni həyətində kupçası var, evində. Əgər dövlət pul ayırsa, ipoteka şərtilə götürə bilərsiniz bu evi. Bax, həmin bu ev qiymət 93.000 manat. Kim alsa Allah xeyir versin.